Mənim növbəti qəhrəmanlarımdan biri Məhəmməd bəy. Deməli, Məhəmmədə biz ilk dəfə baxmışıq 2023-cü ildə boy qısalığı şikayəti ilə gəlmişdilər. Müayinə eləyəndə bizim boy qısalığı rutinlərimizdə müəyyən hormonlar var. Hamısına baxmalıyıq. Məlum oldu ki, tiroid hormonu, yəni zob hormonunda da problem var və ona görə yanaşı olaraq ona da müalicə başladıq. Boy hormonu çatışmazlığı təsdiqləndi. Üstəgəl bunların hamısı beyinlə əlaqəli olan bir hipofiz vəzi deyilən vəzi var. Orada olan funksiya çatışmazlığına bağlı olur. Yəni bir uşaqda 2 endokrin problem varsa mütləq beyin araşdırılır. Və məlum oldu ki, bizdə başqa hormonal problemlər də var və bütün var olan problemlərinə yönəlik də müalicə başladıq. Və indi hal-hazırda qrafik önümdədir. Baxıram, hər 5 aydan, 4 aydan bir uşağın bəlli 4-5 sm boy artımı gedirmiş. Və bir il bundan öncə valideynlər artıq gəlməyi dayandırıblar və səbəb də nədir? Çox gülməli bir səbəbdir. Narahat olublar ki, boy hormonu iynəsi uşağın gələcəyinə hər hansı bir problem yaradar. Və açıqcası çox əsəbləşdim bu il onlar gələndə. Biraz özlərini də danlamışam ki, belə olmaz. Bu uşaqda bu diaqnoz təsdiqlənibsə biz bu müalicədən fayda görərik. Baxın, papası, bir il ərzində bu uşaq cəmi 4 sm yarım boy artırıb. Bir il də deyil, hətta 1 il 4 ay ərzində. Hansı ki, biz bu ölçünü 4-5 ayda bir əldə edirdik. Və hal-hazırda da müayinələrinə baxıram ki, ciddi şəkildə boy hormonu səviyyələri yenə aşağı düşüb və böyümə tempi də 3 dəfə azalıb. Ona görə valideynlərdən xahiş edirəm, əgər hansı bir uşağa biz böyümə hormonu çatışmazlığı diaqnozu qoymuşuqsa, hipofizar çatışmazlıq diaqnozu qoymuşuqsa, bu müalicələrlə zarafat eləmək olmaz. Və bir mənalı şəkildə bilməlisiniz ki, həkim bunu yazıbsa, bunu öz başına kəsmək olmaz. Kəsəcəksiniz, bax uşağın bu şəkildə böyümə tempini aşağı salacaqsınız, başqa problemlər yaradacaqsınız ki, hal-hazırda da indi biz o problemlərlə üzləşmişik. Ona görə sizdən son dəfə xahişimdir. Bir də belə şeyiniz olmasın, xahiş edirəm sizdən. Yaxşı nəticə əldə eləmək istəyirsə davam eləyək. Özünüz də şahidə oldunuz ki, biz ara verəndə böyümə tempi ciddi şəkildə düşdü aşağı, düzdürmü? Ona görə bir də belə səhvə yol verməyək. Oldu. Çox sağ olun. Və Məhəmmədin timsalında böyümə hormonu müalicəsi alan pasientlərimizə üst tutmaq istərdim ki, bu müalicəni ya başlamamalısınız, ki, hansı ki başlamağınız doğrudur, təbii ki, həkim bunu deyirsə, ya da başlayırsınızsa belə yarımçıq qoymaq olmaz. Xüsusilə də bizim xəbərimiz olmadan eləməyiniz heç doğru deyil. Çünki bu adi vitamin deyil. Yəni burada biz necə ki müalicəni 100 ölçüb, bir biçib başlayırıq, eləcə də kəsmək o bizim qərarımız olmalıdır. Çox sağ olun.